31 dekabr üçün 2 nəfərlik mənəm deyən otellərin qiyməti, dəyərli izləyicilərimiz, 1500, 1800, 1300 manat civarında dəyişir. Sonra da deyir ki, bəziləri pulu yoxdur. Mən həmişə bu sualı verirəm. Pulu yoxdursa, necə olur ki, oteldə bir boş yer tapmaq olmur və pulu yoxdursa, otel sahibləri, sahibkarlar necə bu qiyməti kəllə çarxa çıxara bilirlər? 2 nəfər üçün 1500 manat bugün Azərbaycan insanı üçün, orta statistik Azərbaycanı üçün əməlli başlı qiymətdir. Və 1500 manat sən həyat yoldaşına bir günlük gedir söhbət və otellərdə də yer götürənlər, otellər deyir ki, bir günlük ümumiyyətlə biz yer vermirik. Ən azı 2 gün yer götürməlisənmi? Bu eləyir 3000 manat. Və 3000 manat 2 gün sən orada əylənəcəksən və hamı kimi şəkil çəkib paylaşacaqsan ki, mən də filan bahalı oteldə olmuşam və buna görə də sən ondan sonraki 6 ayı zülümlə özünü məcbur eləyib yaşamaq zorunda qalasan. Amma ki, biz belə deyək də, o belə başqalarının yanında qürrələnməyi, mən də getdim, filan oteldə istirahət etdim deməyi sevən adamlarıq.